Ənfal surəsinin 2, 3, 4-cü ayələrində həqiqi müminin xüsusiyyətləri, həqiqi mümin necə olmalıdır deyə o ayət-i şərifələrdə Allah Teala açıq-aşkar və net olaraq onu vurğulayır. Buyurur Bismillahirrahmanirrahim. İnneməl mu'minun ellezine izâ zukirallah vecilet qulubuhum. Möminlərin xüsusiyyətini sayır. Buyurur ki, həqiqətən möminlər o kəslərdir ki, Allahın adı çəkiləndə onların qəlblərində bir titrəyiş yaranır. Ayədə nə buyurur? İnneməl mu'minun ellezine. Həqiqi müminin ilkin xüsusiyyəti budur ki, İzâ zukirallah vecilet qulubuhum. Allahın adını eşidəndə, Allah adı gələndə onların qəlbi titriyər. İkinci xüsusiyyəti وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا. Elə ki, Allahın ayələri oxunduğu zaman onların imanları daha da artar. زَادَتْهُمْ إِيمَانًا. Allah'a olan inamları daha da artar. Bu, müminin ikinci xüsusiyyətidir. وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. Onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Sıxıntıya, dara düşəndə insanlardan yox, onların gözləntisi Allahdan olar.